Geyimlər maddi mədəniyyətin digər ünsürlərindən fərqli olaraq xalqın milli xüsusiyyətlərindən daha çox bağlıdır. Azərbaycan milli geyimlərinin inkişaf tarixinə nəzər salsaq, baxarıq ki, çox mürəkkəb, çox uzun müddətli bir inkişaf yolu keçmişdir. Eramızın əvvəl 2-ci minilliyə aid arxeoloji tədqiqatlar zamanı tapılmış iynə ucluğu və biz onu göstərir ki, artıq bu dövrdə bu ərazidə yaşayan xalqlar geyim mədəniyyətinə sahib idilər. Orta əsrlərdə kişi və qadın geyimləri arasında o qədər də fərqli detallar yoxdur. Əsasən qadınların geyindikləri geyimlər enli balaq şalvarlar, üzərindən isə libas kimi əba geyinirdilər, hansı ki, kişilər də bu geyimi geyinirdilər və dekorativ bir element kimi yalançı qollardan istifadə edirdilər. 18-ci əsrdə isə artıq demək olar ki, milli geyim anlayışı formalaşmışdı. Geyim elementləri də öz lokal xüsusiyyətlərinə fərqlənməyə başlamışdı. Qadın geyimləri iki hissəyə bölünürdü. Qurşaqdan aşağı ətək hissəsi, tuman hissəsi, qurşaqdan yuxarı üst hissə. Arxalıq geyimlərinin forma və biçimləri də fərqli idi. Arxalığın, kürdünün, baharının, çəpkənin, eşməyin adını çəkmək olar. Geyimlər onların həm statuslarını vurğulayırdı, həm sosial durumlarını vurğulayırdı. Evli xanımlar daha çox əlvan və zəngin, bərbəzəkli geyimlər geyinirdilər. Yaşlı xanımlar daha çox tünd rənglərə üstünlük verirdilər, sadə geyinirdilər. Eləcə də cavan qızlar da sadə geyinirdilər. Çəpkən çox incə, zövqlə tikilmiş üst geyimi hesab olunurdu. Yalançı qolları ilə fərqlənirdi və belə yaxın büzməli şəkildə tamamlanırdı. Və qadınların üst geyiminin tamamlayıcı elementi kimi gümüş kəmərlərdən istifadə edirdilər, sinə bənddən istifadə edirdilər. 7-yə yaxın qadın baş geyimi mövcuddur. Araqçınlar həm qızlar üçün, həm gəlinlər üçün fərqli idi. Əsas yeri tutan baş geyimisi kəlağayı idi. Qadınların qarderobunda topuğa qədər və dizə qədər ipək və yundan hazırlanmış corablar var idi. Qadınların ayaqqabıları da həmin dövrdə kişi ayaqqabılarına bənzəyirdi, amma biraz fərqli olaraq daha incə, daha zərif tərtib olunurdu. Qızıl, gümüş saplarla işlənirdi, ənvarlı xanımların ayaqqabıları, başmaqlar geyinirdilər. Müasir modelyerlərimiz çalışırlar ki, bizim milli geyimlərimiz bu gün yaşasın və gələcək nəsillərə ötürülsün.